Jeffrey Lionel Dahmer 21 may 1960-cı ildə Milwaukee, Wisconsin şəhərində dünyaya gəldi. Uşaqlığı sakit və tənhalıqla keçdi. Amma ailəsindəki münasibətlər onun psixikasına təsir göstərdi. Erkən yaşlarından o, qeyri-adi maraqlar göstərirdi. Xüsusilə heyvanların parçalanması və ölümlə bağlı maraqları diqqət çəkirdi. Məktəb həyatında Dahmer sakit, tənhalıq sevən, amma sosial münasibətləri zəif bir uşaq kimi tanınıb. Valideynləri bu davranışların ciddi olmadığını düşündülər. Lakin bu, gələcəkdəki dəhşətli cinayətlərin ilkin siqnalları idi. Gənc yaşlarından Dahmer tək qalmağı sevirdi və çox vaxt kitablarla, təcrid olunmuş fəaliyyətlərlə məşğul olurdu. Bu, onun daxili dünyasının getdikcə qaranlığa doğru çəkilməsinə şərait yaratdı. Məktəbdə çox az dostları vardı və müəllimləri onu sakit və ağıllı, amma qəribə uşaq kimi təsvir edirdilər. 1978-ci ildə 18 yaşına çatanda Dahmer ilk qurbanını qətlə yetirdi. Bu hadisə onun həyatında dönüş nöqtəsi oldu. O vaxtdan etibarən cinayətləri planlı və tədricən artmağa başladı. Qurbanlarını diqqətlə seçir, onları öz evinə aparır və orada öldürürdü. Dahmer'in ilk qurbanı gənc bir kişi idi. Bu qətil onun cinayət yolunun başlanğıcı oldu və metodları daha planlı şəkildə həyata keçirməyə başladı. Qurbanlarını əsasən barlar, gecə klubları və küçələrdə tanış olurdu. Onları evinə gətirir, narkotik və ya içki ilə təsir altına alırdı. Bəzən onları öldürdükdən sonra cəsədləri parçalayır, bəzən isə saxlayırdı. Bəzi hallarda kannibalizm də törətirdi. Uzun illər qonşuları Dahmer'i sakit və normal bir insan kimi tanıyırdı. Onlar heç bir şübhə hiss etmirdilər, çünki Dahmer özünü olduqca səliqəli və sakin göstərirdi. Amma evin içi tamamilə fərqli bir dünya idi. Qorxu və dəhşət içində bir labirint idi. 1980-ci illərin əvvəllərində Dahmer qurbanlarının sayını artırmağa başladı. Onlar əsasən gənc kişilər idi və müxtəlif sosial və etnik qruplardan gəlirdilər. O, qurbanlarını evində saxlayır, bəzən onları narkotiklə təsir altına alır və öldürürdü. Cinayətlərin planlı şəkildə aparılması Dahmer'in metodunu daha sistemli etdi. 1986-1991-ci illərdə qətillərin sayı artdı və Dahmer daha cəsarətli oldu. O, qurbanlarını daha uzaq yerlərdən cəlb edir, bəzən onları öz evində saxlayaraq günlərlə planlaşdırırdı. Bu dövrdə o, daha mürəkkəb üsullar istifadə etdi və cəsədlərin saxlanması, parçalanması və bəzən yeməyi də gündəlik bir rituala çevrildi. Bu illərdə Dahmer'in metodları daha sistemli və səliqəli idi. O, qurbanlarını evə gətirdikdən sonra onları idarə etmək üçün müxtəlif taktikalardan istifadə edir, həmçinin evdə cəsədləri gizləmək üçün xüsusi yerlər hazırlayırdı. Uzun illər boyunca qonşular və tanışları onun sakit və normal biri olduğunu düşünürdülər. Amma gerçəkdə Dahmer'in evində qorxu və dəhşət hökm sürürdü. 1991-ci ilin yayında bir gənc Dahmer'in evindən qaçaraq polisə xəbər verdi. Polis evə gələndə soyulucuda insan başları, sümüklər və dəhşətli fotoşəkillər tapdı. Bu, aşkar olunanlar Dahmer'in 17 qətlini təsdiq edirdi. Tutulması ilə Amerika cəmiyyəti dəhşətə gəldi. Media onun hekayəsini geniş işıqlandırdı, xalq və mütəxəssislər onun davranışlarının səbəbini anlamağa çalışdılar. Polislər və kriminal psixoloqlar onun evini araşdıraraq planlı və metodik şəkildə cinayət törətdiyini təsdiq etdilər. Evin içində tapılan sübutlar Dahmer'in qurbanlarını necə seçdiyini və onları necə idarə etdiyini göstərdi. Fotoşəkillər, cəsəd hissələri və evdəki qeydlər onun sistemli və soyuqqanlı davranışını açıq şəkildə ortaya qoydu. Dahmer tutularaq məhkəməyə verildi. Məhkəmə zamanı o 17 qətlini etiraf etdi və ömürlük həbs cəzasına məhkum olundu. Məhkəmə prosesi uzun sürdü. Onun cinayətləri, psixoloji vəziyyəti və uşaqlıq travmaları müzakirə olundu. Psixoloqlar onun davranışlarının səbəblərini araşdırmağa çalışdılar. Həm vəkillər, həm də prokurorlar Dahmer'in planlı cinayət və insan psixologiyasının qaranlıq tərəflərini müzakirə etdilər. Məhkəmədə təqdim olunan sübutlar onun cinayətlərinin sistemli və soyuqqanlı olduğunu göstərdi. Qətillərin təfərrüatları və evdə takılan sübutlar ictimaiyyət üçün dəhşət doğurdu.
Hər bir detal onun nə qədər planlı və amansız olduğunu açıq şəkildə ortaya qoydu. Jeffrey Dahmer 1994-cü ildə həbsxanada başqa bir məhkum tərəfindən öldürüldü. Onun ölümü cinayətlərin qapandığını göstərdi, amma Amerika kriminal tarixində dərin iz buraxdı. Dahmerin həyatı və cinayətləri insan zehninin qaranlıq tərəflərini göstərir. Onun hekayəsi həm də cəmiyyətin, hüquq mühafizə orqanlarının və yaxınlarının insan davranışlarına diqqət etməsinin vacibliyini xatırlatır. Milwaukee kannibalının hekayəsi tarixdə unudulmayacaq bir iz qoydu və kriminal psixologiyanın ən diqqət çəkən nümunələrindən biridir. Hekayəsi həm təhsil, həm xəbərdarlıq məqsədi ilə hələ də öyrənilir. Dahmerin qurbanlarının əksəriyyəti gənc kişilər idi. Onlar müxtəlif sosial və etnik qruplardan gəlirdilər. O, qurbanlarını cəlb etmək üçün diqqətli və planlı üsullardan istifadə edirdi. O, qurbanlarını evə gətirdikdən sonra onları təsir altına alır, öldürür və bəzən cəsədləri parçalayırdı. Bəzən qurbanların bəzəklərini və ya əşyalarını saxlayırdı. Onun motivləri tam açıqlanmasa da, psixoloqlar onun güc, nəzarət və seksual qısqanclıqla bağlı davranışlarının olduğunu müəyyən etmişdilər. Hər qətil onun psixoloji vəziyyətinin dərinliyini göstərirdi. Bəzən o, qurbanları ilə əlaqələr qurmaq istəyirdi, amma bu əlaqələr dərhal zorluqla bitirdi. Dahmer cinayətlərini çox planlı şəkildə törətirdi. Qurbanları ilə əvvəlcədən görüşür, onları inandırır və evinə gətirirdi. Orada müxtəlif üsullarla onları idarə edirdi. Cəsədlərin saxlanması, parçalanması və bəzən yeməyi üçün istifadə olunması onun metodunu sistemli və qorxulu etdi. Hər detal onun soyuqqanlı və planlı davranışını ortaya qoyurdu. Polis evdə tapdığı sübutlar vasitəsilə onun bütün metodunu müəyyən etdi. Fotoşəkillər, qeydlər və cəsəd hissələri onun hər hərəkətinin planlı olduğunu göstərirdi. Psixoloqlar və kriminal ekspertlər Dahmerin davranışlarını araşdırdılar. Onun uşaqlıq travmaları, sosial izolasiya və erkən qeyri-adi maraqlarının cinayət yoluna təsiri böyük idi. İctimaiyyət və media onun hekayəsini böyük maraqla izlədilər. İnsanlar bu qədər sakit görünən birinin necə bu qədər dəhşətli cinayətlər törədə bilməsinə inanmaqda çətinlik çəkirdilər. Dahmerin hekayəsi kriminal psixologiya və cinayət araşdırmaları üçün hələ də nümunə olaraq istifadə olunur. Bu, insan zehninin qaranlıq tərəflərini anlamaq üçün önəmli bir materialdır. Jeffrey Dahmerin həyatı və cinayətləri göstərir ki, bəzən ən sakit və adi görünən insanlar belə böyük təhlükə daşıya bilərlər. Onun hekayəsi həm də cəmiyyətin, hüquq mühafizə orqanlarının və yaxınlarının insan davranışlarına diqqət etməsinin vacibliyini xatırladır. Milwaukee kannibalının hekayəsi tarixdə unudulmayacaq bir iz qoydu və hekayəsi həm təhsil, xəbərdarlıq və kriminal psixologiya üçün əhəmiyyətlidir. Onun cinayətləri və həyatı insanlar üçün dəhşətverici nümunə olaraq qalacaq. Amma eyni zamanda cəmiyyətə insan davranışlarını izləməyin və müdaxilə etməyin vacibliyini xatırladır. Bu, Jeffrey Dahmer hekayəsidir. Milwaukee kannibalının həyatı, cinayətləri və insan zehninin qaranlıq tərəfləri haqqında hekayə.